Hey, aleluya. Oh, aleluya. Rabbin xeyirdalı quzusu. Sen Rabbin xeyirdalı quzususan. Sen Rabbin xeyirdalı quzususan, eşidirsən. Səndən qiymətli bu dünyada nə olmuyor, nə yoxdur, nə də olmayacaq. Əli qoy sinədinə ki, hə, bax o mənəm. Dinən o mənəm. Dinən o qiymətli olan mənəm. Aleluya. O mənəm. O özə dinən, bədənə dinən. Aleluya. Aleluya. Qoy eşitsin bədənin. Sənin bədənini ətrafda qonun, qonşu, nə bilim, səninlə mübahisə edən adamlar çox alçaldıblar. Amma sənin bədənin qiymətlidir. Və sən ölməz və çürüməzsən. Sən qocalmalı deyilsən. Və insanlar nə üçün gedirlər parikmaxriskiyə? Nə üçün gedirlər? Saçlarını kəstirirlər, üzlərini dəziyirlər, düzürlər. Bu ölməməyin və çürüməməyin bir təbiətidir, nişanəsidir. Nə üçün güzgü qabağına keçib insanlar özlərinə sığal çəkirlər, tumar çəkirlər? Bu ölməzliyin, çürüməzliyin bir nümunəsidir. Bu insanın daxilində olan təbiətidir. Bu insanın daxilində olan təbiət bizə ondan xəbər verir ki, insan ölməzdir, onun içində var ölməmək arzusu, çürüməmək arzusu onun içində var. Əziz qardaşlar və bacılar, biz keçən həftə danışmışdıq dərk etmə möcüzəsindən. Ki, möcüzəni yaradan dərk etmədir. Və keçən həftə sual vermişdim başlayanda sizə ki, siz heç düşünmüşsünüz ki, möcüzəni yaradan nədir? Heç fikirləşmişsiniz ki, nə üçün iki nəfərdən biri möcüzəni yaşayır, biri yaşamır? Nə üçün dua olunanda, duada yanında dayanan, sənin yanında dayanan iki nəfərdən biri möcüzəni yaşayır, biri yaşamır? Nə üçün biri sağalır, biri sağalmır? Nə üçün bunlar belə baş verir? Çünki dərk etmə biliyin başlanğıcıdır. Biz dərk etməklə başlayırıq bilməyə. Biz Allahın zuhur yeri dedikdə, biz dərk etmədən danışırıq. Allahın zuhur yeri sənin dərk etdiyin yerdir. Allah o yerdədir ki, sən dərk edirsən. Sən əgər dərk etmirsənsə ki, Allah haradadır, sən həmişə onu axtaracaqsın. Amma Allahın zuhur yeri sən dərk edəndə görəcəksən ki, o səndədir. Sənsən Allahın yaşadığı məskən, sənsən Allahın olduğu yer. Mən keçən həftədən biraz təkrar edirəm ki, yada salaq. Çünki mən dedim ki, Tanrının indi sənin üçün, Allahın indi sənin üçün harada olduğunu təyin edən vasitə, Allahın harada olduğunu müəyyənləşdirən vasitə sənin dərk etməndir. Bu dərk etməklə baş verir. Bu dərk etmə sayəsində baş verir. Sən dərk edirsən. Və mən dedim ki, göylər bir məkandır. Səma üstü bir məkandır. Bir yer deyil bura. Səma üstü, yəni bu məkanla məhdudlaşmayan Tanrının varlıq vəziyyətidir. Tanrı haradasa orada ya burada deyil. O hər yerdə vəziyyətindədir. Onun vəziyyəti hər yerdədir. O konkret o bir yeri yoxdur ki, oradadır və yaxud buradadır. Və mən danışdım ki, bu günlərim göylər sənə sığmır. Göylər, kainat sənə sığmır. Sən daha böyüksən. Balacadır kainat sənin yanında. Və bunu heç kimsəyə demirdi. Ona görə yazılır ki, heç kim səni Allahın məhəbbətindən ayıra bilməz. Və onun üçün keçən dəfə dedim ki, sən əgər desən ki, göyləri mənə sığmır, sən bunu deyə bilsən, sənlə möcüzələr baş verəcək. Biz dərk etmədən danışırıq.
Və Əbu Pavel'in bizi şuurumuzu dərk etmənin üzərində, dərk etmə vasitəsilə səmanın üzərinə və daxilimizə yönləndirir. Çünki hər şey bizim daxilimizdədir. Çünki Allah bizə zehinlilik qabiliyyəti qoydu və dedi ki, sənin şuurunun gücünə görə mən ya burada ya da orada olacağam. Yəni sənin şuurunun gücünə görə. Yəni Allahın varlığı, Allahın gəlib bir şey göstərməyə başlamasından asılı deyil. Allahın varlığı, zühuru sənin onu harada dərk etməndən asılıdır. Sənin onu harada olmağını dərk etməndən asılıdır. Aleluya! Mən dərk etmə əhdazı, aləti vermişdim sizə. İzzətləndir Allahı və görəcəksən ki, o səndədir. Aleluya! Biz dərk etmə möcüzəsindən danışırıq. Mən sənə sual vermək istəyirəm. Dünyada başladıq. Sualdan başlayıram sənə, diqqətli ol, xahiş edirəm, diqqətli ol. Sənə sual vermək istəyirəm ki, dünyada Adəm üçün ilk möcüzə nə idi? İlk möcüzə, hansı möcüzə baş vermişdi? Ehtiyatlı ol, deyəcəm orada yıxılıb eləmə, Adəm üçün ilk möcüzə nə idi, nə baş vermişdi? Biz bilirik ki, dünyada sayısı hesabsız möcüzələr var. Adəm üçün ilk möcüzə bilirsən nə idi? Adəm üçün ilk möcüzə o idi ki, Adəm ölməz olaraq ölən oldu. O çaşdı qaldı. İndi də ki, deyir, sən ölməzsən, çaşır qalır insanlar. Adəm çaşdı qaldı ki, nətər yəni, mən ölən də ola bilərəm. Çünki o yaradılışda ölməz yaradılmışdı. Necə ki, ölən insan İsa Məsihdə ölməz oldu, eləcə də ölməz Adəm günahda ölən oldu. Başa düşürsən, sənin qulaqların nə eşidir? Adəmin ölmək tezliyinə, Adəmin ölmək düşüncəsinə daxil olması üçün, Adəm ölə bilmək üçün, ölmək düşüncəsində tam yetkin olub, yetkinliyə çatmaq üçün ona 1000 il lazım oldu, başa düşürsən? O, ölməyə addım atandan sonra 1000 il bitəri, 1000 ilə öldü bədəni, 1000 il çəkdi. Çünki Adəm o qədər ölməz idi ki, o ölməyi başa düşməyə Adəmə bir era vaxt lazım oldu. Adəmə 1000 il vaxt lazım oldu. Və nəyə görə Adəmə 1000 il vaxt lazım oldu ki, ölə bilsin? Və nəyə görə Adəmə 1000 il vaxt lazım oldu ölmək üçün? Çünki Adəmə ona görə 1000 il vaxt lazım oldu ki, Adəm ölməyi anlamırdı, onu başa düşmürdü. Ölüm yox idi, ilk dəfə idi ki, Adəm ölümlə qarşılaşırdı. Anlamadığı, başa düşmədiyi bir şeylə qarşılaşırdı. Çünki Adəm bunu başa düşmürdü, anlamırdı. Ölməzlik o qədər Adəminki idi ki, ölməzlik o qədər onun özününki idi ki, onun ölməyə daxil olmağa, bu möcüzəyə daxil olmağa bir saat, bir gün, nə bilim, bir həftə, ay, il, əsr yox, düz 1000 il, yəni bir era vaxt lazım oldu ki, Adəm ölümü başa düşə bilsin. Çünki ilk Adəm üçün ölmək möcüzə idi. Başa düşürsən? Bu ilk möcüzə idi. Ki Adəm öldü. Adəm öləcəkdir. Bu ilk möcüzə idi. Necə ki, sənin üçün ölməmək və çürüməmək möcüzə olduğu kimi, eşidir məni qulağın? Ölməmək və çürüməmək sənin üçün möcüzədir. Necə ki, sənin üçün ölməmək və çürüməmək möcüzə olduğu kimi, Adəm üçün də ölmək və çürümək möcüzə idi.
İndi isə sənin ölməmən və çürüməmən üçün Məsih səndə artıq yaşayır. Bax, bu yaşam sənin çürüməz və ölümsüzlüyündür. Bu yaşam sənin çürüməz və ölümsüzlüyüdür birbaşa. Bu yaşam səndədir. İndi sənə sadəcə Adəm kimi ölümə daxil olmağa midil yox. İndi sənə sadəcə ölümsüzlüyə daxil olmaq üçün sadəcə düşüncənin dəyişməsi lazımdır. Çünki Adəm düşündü ki, öləcək və öldü. Sən isə düşün ki, ölməyəcəksən və ölmə. Çünki İsa Məsih artıq zamanı aradan qaldırıbdır. İsa Məsih zamanı ortadan götürübdür. Və indi və bugün olubdur artıq. İndi və bugün var, sabah yoxdur, dünən yoxdur. Zaman yoxdur, zaman aradan qaldırılıbdır. Zaman ayrılıqdır. Çünki Adəmə deyildi ki, sən bu ağaçdan yesən, öləcəksən. Yadındadır. Yaradılış kitabındadır ki, ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Çünki ondan yesən öləcəksən. Ondan yeyən günü hökmən öləcəksən. Allahın ağzından çıxan sözdür. Adəmə deyir ki, bu ağaçdan yesən öləcəksən. Sənə isə deyildi ki, mənə isə deyildi ki, yeməsən öləcəksən. Harada deyir bunu? Yaradılış 2:17-də deyir ki, bu ağacın meyvəsindən yesən öləcəksən. Yahya 6-cı fəsil 48-ci ayədən 51-ci ayəyə qədər oxuyuram. Həyat çörəyi mənəm. Ata-babalarınızın çöldə manna yedilər və öldülər. Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. Göydən enmiş canlı çörək mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək öz ətimdir. Orada Adəmə deyir ki, yemə öləcəksən. Burada isə deyir ki, ye ki ölməyəsən, məni ye ki ölməyəsən. Halleluya, vəziyyət dəyişibdir. Situasiya təmiz başqa cürdür. Ölməmək və çürüməmək üçün sənin əsasın var. Sənin əsasın var. Və əsas bu kəlamda özünü göstərir. İndi oxuyacağam. Bax, sənin əsasın var ki, ölməyəsən. Sənin yapışmağa yerin var. Mənə heç bir kitab lazım deyil. Mənə bir-iki kəlmə, bu söz, İsa'nın ağzından çıxan söz mənə bəsdir ki, mən ondan belə tutum, belə yapsın. Yahya'nın müjdəsi 11-ci fəsil 25-ci 26-cı ayədə İsa özü şəxsən deyir. İsa ona dedi, dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də yaşayar. 26-cı ayədə deyir ki, yaşayıb mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı? İndi eşitdiklərindən bir müddət ləzzət al. Gözləri yum. Olduğun yerdə biraz istəyirəm ki, sakitləşəsən. Sənə elə şeylər danışdım ki, mən Halleluya. Halleluya, halleluya, halleluya. Halleluya. İndi bu eşitdiklərindən biraz ləzzət al. Mən sənə elə şeylər danışdım ki, gözünü yum və başla eşitdikləri yaşamağa. Adəm ölümü reallaşdırdı. Sən isə indi həyatı özündə bol həyatı reallaşdır. Sakitləş. Sakitləş.
Necə ki, Adəm özündə ölümü reallaşdırdığı kimi, indi başda ölməzliyi və çürüməzliyi özündə reallaşdır. Başda ilk möcüzəni yaratmağa başla. İsa Məsih ilk möcüzəni yarattı, onun davamını başla etməyə. Necə ki, Adəm üçün ölmək möcüzə idi, sənin üçün isə ölməmək indi möcüzədir. Oğru yalnız deyir, Yahya 10-cu fəsil 10-cu ayədə deyir, oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. İsa deyir ki, mənsə gəldim ki, onlar həyata, yəni siz, biz həyata, bol həyata malik olaq. Sən həmən o İsa adlı həyata maliksən. İndi düşün bu barədə və minnətdarlıq edərək qəbul et bu ölməzliyi, çürüməzliyi. Minnətdarlıq edərək qəbul et bu şəfanı, qəbul et maliyyə azadlığını, sadəcə qəbul et və minnətdarlığı bildir. Alleluya! İradə xanım, orada sakit oturur da, xahiş edirəm. Bütün səs bura düşür, burada zapis gedir. Ya da kameranın üstündən basın, mikrofon işarəsini, səs getməsin da. Alleluya! Əziz qardaşlar, bacılar, sizə mühüm çatdırlası sözüm var bugünlərim. Ay İradə xanım, bəs siz orada danışırsınız, burada zapis gedir, ora düşürək hamısı. Hara gəlir, hara gəlir. İradə xanım, xahiş edirəm, döndürün telefonu, gərək bu xanımı qrupdan. Nətər eləyən onu. Alleluya. Sualım var sizə. Əgər siz bugün burada oturmuşsunuzsa, indi buradasınız da, bir yerdə yalnız. Deməli, sizin fiziki bədəniniz buradadır, elə değil mi? Siz öz fiziki bədəninizi necə bir yerə yığmışsınız, siz fikirləşmişsiniz? Ki, sizin fiziki bədəniniz var ha, oturmuşsunuz da burada, o necə bir yerə yığılır? Bilmək istəyirsiniz? Zavtırıq, abed uzun, səhər yeməyi, günorta yeməyi, axşam yeməyindən ibarətsiz də hamınız. Ha? Yeməkdən ibarətsiz, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, Arabələdə də qəlyan altılardan. Sənin fiziki bədənin bundan ibarətdir. Səhər yeməyindən, günorta yeməyindən, bir də axşam yeməyindən. Siz elə yığmışsınız onu. Bəs, ağıl olanı necə bir yerə yığmışsınız özünüzdə? Ha? Bunu bildiniz ki, sizin bədəniniz səhər yeməyi, abed, bir də axşam yeməyindən, nahardan ibarətdir. Yəni, yeməkdən ibarətdir sizin bədəniniz. Bəs, ağıl olanı necə bir yerə yığmışsınız? Ağıl olanı 5 ünsiyyət orqanları ilə aldığınız bütün təəssüratlardan, məlumatlardan sizdə ağıl yaranıbdır. Keçən dəfə saydıqda 5 dənə hissiyyət orqanı var. Ağlın qulağın eşitməsindən, dilin dad bilməsindən, gözün görməsindən, beynin düşünməsindən, bədənin hiss etməsindən, bunlarla bağlıdır. Və sizdə iki inkişaf, iki dolma, iki elə bir populyasiyalar var. Və bunlarla, bu bədənlə, bu düşüncəyə bu qədər çox şeylər yığılırsa, təbii ki, sizin daxilinizdə bundan daha əsaslı, bünövrəli bir şey olmalıdır ki, onlar ora yığılır. Və ya, necə deyim, elə bir ki, özünüz adlandırdığınız sənin özün varsan da, sən bu bədən deyilsən.
Sən daxilində olansan və sən özün adlandırdığınız, topladığınız bu yığımdan daha böyük, bu yığılandan daha böyük bir şey olmalıdır ki, bunlar hamısı oraya yığılsın. Və sən bu fərq sizdə yarandıqdan sonra, sən bu fərqi yaradandan sonra, düşünüb fikirləşəndən sonra və sən fikrini bir şeylə eyniləşdirməkdən azad etdikdən sonra, sən öz fikrinlə, özünü bu həyatla, bu qisasla, intiqamla, pisliklə, kasıbçılıqla eyniləşdirməkdən azad etdikdən sonra, sən özünü azad edəndə ki, bu ətrafımda baş verənlər bu mən deyiləm, onda ağıl möcüzəyə çevrilir. Dərk etmə, bax necə gəlir dərk etmə? Eşitmə vasitəsilə. Eşidirsən, için titriyir. Sən başlayırsan, daxilin titrəməyə başlayır. Əzizlərim, qardaşlar, bacılar, biz bu möcüzələri, dərk etmə möcüzələrini görəcəyik. Canlı olaraq. Və bəziləri deyəcək ki, diyan, bu kiminsə, hansısa pastorun mənə əl qoyub dua etməsi üçün baş vermədi. Mən sadəcə dərk etdim, bu birdən məndə baş verdi. Ona görə ki, mən dərk etməyə başladım. Kəlam nə deyir? Kəlam deyir ki, İsa'nın yaraları ilə biz şəfa aldıq. Bu, İsa'nın doğulmasından 800 yıl qabaq deyilibdir. Amma bugün bəziləri deyir ki, mən şəfanı qəbul edə bilmirəm, mən sağala bilmirəm. Mən bunu təkrar edirəm, bu sözü neçə dəfə deyirəm, amma sağalmıram. Yaxşı, mən başa düşdüm, dərk etmək əladır. Amma bəzi deyir ki, mən necə dərk edim? Var adamlar, mənə sual verirlər. Dərk etmək yalnız səs vasitəsilə gəlir. Bütün bunların toxumları, bu dərk etmə toxumları əhd ətikdə göstərilib. Harada göstərilib əhd ətikdə? Yadınızdadır, Adəm bir səs eşitdi və gizləndi. Adəm səs eşidəndən sonra gizləndi. Qəribəsi odur ki, Adəmi gizlənməyə məcbur edən bir səsi eşidənə qədər, Adəmi gizlənməyə məcbur edən o səsi duyana qədər, eşidənə qədər, o özünün acınacaqlı vəziyyətdə olduğunu tam anlamırdı hələ. O səsi eşidəndə anladı. Bu səhv reaksiyadır. Buna baxmayaraq, dərk etmə səsə görə gəldi. Adəm eşidəndə dərk etdi ki, o pis vəziyyətdədir, amma özünün pis vəziyyətdə olduğunu görmürdü. İkincisi, İsa nə deyir? İsa deyir ki, quzuların səsimi eşidir və arxamda gəlir. Quzular ümumiyyətlə hara gedəcəklərini hardan bilirlər ki, hara gedəcəklər? İsa deyir ki, onlar səsimi eşidir və arxamda gəlir. Bəs bu necə baş verir? O quzular necə onun arxası ilə hara getdiklərini necə bilirlər? İnstinktiv olaraq səs. Çünki səs dərk etmə yaradır. Ən sevimlisi, bunların içində ən sevimlisi isə burada və indidir. Bu, burada və indinin yaşamasıdır. Təkrar edirəm, dərk etmə yalnız səslə gəlir, səs vasitəsilə, sən eşidərək də gedirsən. Bəzi insanlar dərk etməni əldə etməyə çalışırlar. Bəzi insanlar nəsə bir şey anlamaq istəyirlər. Bunun üçün güc tətbiq edirlər, nəsə dualar edirlər, nə edirlər? Xeyr! Sən yüksək dərəcədə dərk etməyə sahib olmaq istəyirsənsə, sən istəyirsən ən yüksək dərəcədə dərk edəsən. Var arazda eləsi. Sən yüksək dərəcədə dərk etməyə sahib olmaq istəyirsənsə, sən Ata Allahın səsinə köklənməlisən.
Sən onun səsini eşidəndə həqiqəti dərk edəcəksən, o səs səndə yaşayır. Başa düşürsən? Bu qədər sadədir. Deyə bilərsən ki, deyəm, bu dini səslənir. Mən Allahın səsini necə eşidə bilərəm? Gəlin, dindar olmayaq. Çünki atanın səsi ilahi bir titrəyişdir. Onun içində olmalısan sən. Bax, onda hər şeyi dərk edəcəksən. Çünki dərk etmənin başlanğıcı atanın səsidir. Hətta ağılsız qoyunlar da bu titrəmələrdə olduqları təqdirdə hara gedəcəklərini çox gözəl bilirlər. Niyə deyərsən qoyun? Niyə qoyun misalı çəkir? Çünki hər şey bundan başlayır. Hər şey ondan başlayır. İsa dedi ki, lakin deyir, izdihamı görəndə İsa'nın onlara rəhmi gəldi. Çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. Onlar qoyun kimi səpələnmişdilər. Qoyun olmaq pis deyil. İsa özünü quzu olmaqdan utanmadı. Özü barəsində quzu deməkdən utanmadı. Amma burada təkcə qoyundan söhbət getmir. Yəni, yeni doğulmuşdan söhbət gedir. Quzu deyəndə, bu qoyun deyəndə yeni doğulmuşdan söhbət gedir. Yeni doğuluşdan söhbət gedir. Və bir dərk etmənin elementlərindən, figurlarından biri burada və ya ən sevdiyimiz indi sözüdür. Burada və indi. Çünki yazılıb ki, bugün əgər onun səsini eşitsən, qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inatkar olmasın. Çünki Allahın səsi ilahi təbiətin səsidir. Bu bir kəs haqqında deyil, bu bir fərd haqqında deyil. Bu içinizdəki ilahi təbiət haqqındadır, sizə danışıram. Siz ilahi təbiəti eşidəndə, həqiqi daxilinizin titrəməsində olduğunuz zaman, siz dərk etmənin içində yaşamış olursunuz. Siz İsa'nın yaraları ilə şəfalıyam deyəndə, ağlınız başqa şey danışa bilər, ola bilər. Ancaq daxilinizin titrəməsinə girən kimi, mən şəfalıyam, dərhal özünü göstərəcək. Sən o daxilindəki sözün dərrakənlə o daxilindəki sözə daxil ola biləndə, daxilindəki olan Tanrıya daxil ola biləndə, mən şəfalıyam sözü o dəqiq özünü göstərəcək. Əvvəllər buna Bibliya məktəbi oxuyanlar bilirlər. Əvvəllər buna rema deyirdilər. Rema, yəni şəxsən sənin üçün bir söz deyilməlidir. Təhcə oxumaq lazım deyil ki, mən şəfa aldım. Həm də üstəlik eşitməlisən ki, mən şəfa aldım. Ona görə deyirlər ki, qulaqları olan ruhun dediklərini eşitsin. Nə üçün kəlam deyirlər? Bu o deməkdir ki, ruh danışır. Ruh danışır, sənə qalır eşitmək. Sənə professor olmaq lazım deyil, sadəcə içindəyini eşitmək lazımdır. Çünki ruhun danışığı, yəni ruhun danışmağı, ruhun titrəməsi fasiləsizdir. Allahın ruhu dayanmadan danışır. Bu sadəcə yerə atılan sözlər deyil. Ruh dedi, ya yox, demədi, mən ruhu eşitmədim, o büyün deyir, büyün demir, belə şey yoxdur. Və yaxud da bax, ruh mənə demədi, buna görə də mən sağalmadım. Xeyr, belə şeylər yoxdur. Titrəmə daimi var, ruhun səsi daimi var. İnternet zəiflik sizdə, ona görə. Müəyyən bir kontekstdə, müəyyən bir temada Tanrı, Tanrı bilirsən nədir? Tanrı səs və işıqdır. Çünki heç nə olmayanda Allah dedi və Allah işıq idi. Allah heç nə olmayanda Allah dedisə, deməli Allah səsdir. Hər yer qaranlıq olanda, heç nə olmayanda Allah işığı yaratdırsa, deməli Allah işıqdır. Başa düşürsən? Sən deyə bilməzsən Allahın səsi yoxdur, mən onu eşitmirəm. Çünki kəlam deyir ki, heç nə olmayanda Allah dedi, heç nə olmayanda Allah işıq oldu.
Hansı ki qaranlıq onu bürümədi. Yəni, Tanrı bu səs və işarədir. Buna görə də Allahda olmaq, qulaqları olmağa razı olan kimi onun səsində olmaqdır. Sən razısan ki, qulaqların var və onu eşidirsən, onun səsindəsən. Bu necə olur? Hələ ki, sən danışırsan, sən deyirsən, sən danışanda, sən deyəndə baş vermir. Titrəmə, Allahın səsini eşitmək, bu siz eşitdiyiniz zamanda baş verir. Onun üçün kəlam deyir ki, məbədə gedəndə, müqəddəs kitabı əzbər bilənlər, oxuyanlar bilir ki, kəlam deyir ki, məbədə gedəndə daha çox dinləməyə hazırlaş deyir. İndi sən başa düşürsən, sən indi möcüzənin içindəsən, sən titrəmənin içindəsən, çünki həqiqəti eşidirsən. Matta 21-ci fəsil 12-ci ayədə deyir ki, İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. 23-cü fəsil 21-ci ayədə deyir ki, məbədə and içən kəs ona və içində yaşayana and içir. Luka 21-38-də deyir ki, səhər tezdən bütün xalq İsa'nı dinləmək üçün onun yanına məbədə gəlirdi. Həvarilər 3-cü fəsil 1-ci ayədə deyir ki, bir gün Peterlə Yahya 9-cu saatda dua vaxtı məbədə gedirdilər. Matta 21-13-də deyir ki, İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. İndi bir ayə oxuyacağam sənə. Amma ürəyin gedib buralara yıxılma, yıxılıb eləmə. Yaxşı, 1-ci Korint 3-cü fəsil 16-cı dedi ki, burada görürsünüz nə deyir? Burada hamısını dedi ki, İsa məbədə girib orada alver eləyənləri qovdu. Sonra deyir, məbədə and içən kəs onun içində yaşayana and içir. Biri dedi ki, səhər tezdən bütün xalq İsa'nı dinləmək üçün məbədə gedirdi. Sonra Həvarda dedi ki, bir gün Peter Yahya 9 saat məbədə gedirdi. 1-ci Korint 3:16-da deyir ki, məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın ruhu sizdə yaşayır. Sən demə, İsa məbədə girəndə sənə girməyindən danışır. Məbədə and içən kəs, yəni and içirsənsə sən məbədə, özünə and içirsən və səndə yaşayan Allah'a and içirsən. Səhər tezdən bütün xalq sən özünü dinləmək üçün, Allah'ı dinləmək üçün məbədə gəlməlisən, yəni özünə gəlməlisən. İçinizdə yaşadığınızın əsl əlaməti, daxilinizdə yaşadığınızın əsl əlaməti, onu dinləməyə getməyinizdir. Sən məbədə pastıra qulaq asmağa gedirsənsə, qulaq as, pastır. Sənədir birbaşa bu sözüm. Və sizə deyirəm, sən əgər məbədə pastıra qulaq asmağa gedirsənsə, sən heç nə eşitməyəcəksən. Məbəd sənsən, sən ora gedirsən ki, özünü eşidəsən, özünə qulaq asasan. Mən bilirəm səni yanlış təlimlərlə çox doldurublar. Sənin məbədə getməyin öz daxili titrəyişinə, öz daxili ilahi səsinə qulaq asmağa getməyindir. Halleluya! Budur dua. Bu eşitməkdir. Bu titrəyişə girməkdir. Yəni daxilinizin nəyə titrədiyini eşitməkdir. Bax burada zaman yox olur. Sən əgər məbədə gedib pastıra qulaq asırsənsə, zaman get uzancaq, ay yaman getməyəcək, deyəcəkən ki, bu bir təri qutarsaydı, mən də çıxıb gedərdim, orada bozbaşım qaynayır, nə bilim, burada paltar yürməliyəm, orada qonaq gələsidir, burada qonaq getməliyəm, aləm qaçıb bir-birinə. Amma o vaxtı ki, sən məbədə gələndə, yəni özünə gələndə, titrəməyə qulaq asmaq istəyəndə, yəni ilahi təbiətə, məbəd sənsən. Bax, burada zaman yox olur və indi başlayır. Buna görə də yazılıb, indi bir səs eşidəndə, buna görə yazılıb ki, bugün əgər onun səsini eşitsəniz, bu ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın. İzahı odur ki, indi, bugün, indi onun səsini eşitməkdir.
Birincisi odur ki, başqa hisslər olacaq səndə. Amma məhz belə bir duada, meditasiyada, özünü kəşfdə, özünü axtarmaqda, ilahi titrəmələrdə olarkən, gözlərini yumub açacaqsan, görəcəksən ki, 5 saat keçdi. Sən bir dənə gözünü yumcan, açdısan, diyəcəksən, vav! Bax, zaman burada yox olur, eşidirsən məni? Eşidirsən məni, mən sənə göyləri danışıram. Mən sənə səmanın üstünü danışıram. Mən dediyim bunlar olmayanda dua uzanır. Vaxt sadəcə əzablı keçir. Sağda baxırsan və o görsən elə gedir, dayanmır. Amma bu titrəmələrdə olduğunuz zaman özünüzü zamansızlıqda tapacaqsınız. Görəcəksən, gözünü yumacaqsan, açacaqsan, 10 saat keçdi, 5 saat bilməyəcəksən. Nəticə, indi bugün bu titrəmələrdə olduğunuz zaman onu yaşamağa başlayırsınız. Onun səsini eşidirsiniz. Məhz bu təsdiqdən belə sözlər əmələ gəldi. Məhz bu vəziyyətdən belə söz əmələ gəldi. İman eşitməkdən əmələ gəlir. Axı iman, bu, iman bilirsən nədir? Mən bilirəm sənə nə öyrədiblər kilsələrdə, mənə də öyrətmişdilər. Amma mən razılaşmıram bu gün. İman, bu görünməyəndən görünənə təcəssümdür. Görünməyənin görünən olmasıdır. Əziz qardaşım və bacım, biz dərk etmə möcüzəsindən danışırıq. Qulaq as, diqqətli ol indi. İman nədir deyəcəm. İman, görünməyənin görünən olması üçün cavabdehdir. İman cavabdehlik taşıyır. İman təcəssüm etməyə cavabdehdir. Anlayırsan məni, yoxsa biraz da geniş izah edeyim. İman o şeydir ki, görünməyən görünən olmalı. Sən inananda görünməyənin görünən olmasına iman deyilir. Biraz da xırdalayacağım indi. Ona görə də o səsə, daxilinizdəki səsə, o titrəyişə qarşı çıxmayın. Bəli, bilirəm, bu titrəmələrdə onun səsini eşidəndə bu zaman sən həyəcanlı olmağa başlayırsan. Və onun səsini eşidirsən. Məsələ buradan götürülüb ki, bu söz ki, iman eşitməkdəndir. Axı iman bu görünməyənin görünən olmasıdır. Axı iman bu görünməyəndən görünənə təcəssümdür. İman və yaxud da göylərdə olduğu kimi yerdə dənin təcəssüm etməsidir. Göydə olanın yerdə də olması deməkdir. İman gözlənilənin həyata keçirilməsinə cavabdehdir. İman o şeyi ki sən gözləyirsən, onun artıq o gözləməni aradan qaldıraraq gözlədiyin şeyin həyata keçməsinə cavabdehdir. Sən inandığın an gözlədiyin şey həyata keçməlidir. Yəni gözlənilən həyata keçir. Və burada Bibliya məktəbi oxuyanlar var. Və gələcəkdə də buna qulaq asanlar olacaq Bibliya məktəbini qutarıb. Onlara öyrədiblər ki, sənə öyrədiblər ki, imanda dur, imanda dayan. Ha? Eşitmişsiniz belə söz? İmanda dur, imanda dayan. Ha, indi qulaq al. Deyiblər, mən imanda dayanıram. Sən imanda qulaq al. Bütün kilsə təliminin imanda dayan sözləri üzərində tikilmiş bu binası darmadağın olur indi. Sən imanda dayana bilməzsən. Çünki iman dərhal, həmən hal, görünməyəndən görünən vəziyyətə, gözləmə vəziyyətindən həyata keçmə vəziyyətinə keçir. Mənfəətə keçir, təcəssümə keçir, maddiləşmə vəziyyətinə keçir. Sən inanan kimi gözlədiyin şey hansı ki görünmür, o görünən olur. İmanda dayanmaq, o səni öyrədiblər ha. İmanda dayanmaq, arzu yaratmaq kimi bir şeydir.
Sən arzuluyursan, inanırsan ki, bu havaqsı olacaq. Sən olası şey özündən aralayırsan. Çünki arzuda məsafə var. Arzu gələcəkdən xəbər verir. Biz isə gələcəyi yaşamırıq. İndi və bu günü yaşayırıq. Çünki imanda dayanmaq, İradə xanım orada sakit oturunda xahiş edir. İmanda dayanmaq ümidin güclü ifadəsidir. Ümidlə dayana bilərsiniz. Çünki ümid gözləməklə bağlıdır. Dərk etmə sənin danışmağından gəlmir. Dərk etmə o titrəmələri eşitməyindən gəlir. Çünki iman eşitməkdən əmələ gəlir. Buna görə də İsa öyrədir ki, danışmaqdan daha çox dinləməyə hazır ol. Buna görə də meditasiya, düşüncə, dərk etmə, nəfəs alma kimi vasitələrə daha çox diqqət yetiririk. Bütün bunların hamısı daxilindən çıxarılmağa yönləndirilibdir. Bunlar sənin daxilindən çölə çıxardılmalıdır. Çünki sən düşünəndə nə varsan? Sən düşünəndə daxiləyə baxırsan. Nəfəs alanda da içəri, daxiləyə baxırsan. Çünki nəfəs alırsan. Nəfəs alırsan. Bədənə nə olursa, hamısı içəridən olur. İradə xanım, xahiş edirəm, orada sakit oturun da. O səssiz bura tükürək. Buna görə də bu alətlər, bu titrəmələri eşitmək və dərk etmək üçün ən uyğun vasitələrdir, alətlərdir. Və bunu cəmləşdirmək istəyirəm, yekunlamaq istəyirəm. Yazıldığı kimi, biz onun səsini eşidəndə zaman yox olur. İndi və yalnız bu gün gəlir. İndi və bu günü başlayırıq yaşamağa. Olar ki, ürəyinizi səsləşdirə bilərsiniz. İradə xanım, mən xahiş edirəm sizdən, ya qrupdan çıxın buradan, ya da o mikrofonu söndürün, ya da sakit oturun da orada. İradə xanım, Trabzondan bizə qoşulub İradə xanım. Olar ki, siz ürəyinizi sərtləşdirə bilərsiniz. Bu titrəmələrə çıxırsınız siz. Ancaq şəhvətlərinizə görə istədiyinizi eşitmirsiniz. Məsələn, bir növ maddi gəlir əldə edəcəyinə inanmağa çalışırsan, bir şey düşünməyə başlayırsan, amma birdən için titrəməyə başlayır və bu anda görürsən ki, məsələn, maşın almaq istəyirsən, amma maşın almağın vaxtı deyil, birdən içində görürsən ki, sən istəyirsən, amma bunun vaxtı deyil. Bu içəri titrədi, bu sizi, bu daxili titrəmə, bu sizi müəyyən tezliklərdə, müəyyən səslərdə özünüzü zamansızlıqda tapmağa məcbur edir. Belə bir toxum sənə səpilibdir. Və bilirsən, niyə sənə bu toxum səpilib? Çünki titrəmə var. Niyə belə bir xidmət var? Allah sənə belə qulluq edir. Çünki titrəmə var, səs var. Sən bu titrəməyə, bu səsə qarşı çıxmayan hər kəslə bu baş verir. Onlar heç bir vəziyyətdə olmurlar. Onda sənə elə gələcək ki, tək qaldın və yaxud xoşbəxt deyilsən. Amma birdən xoşbəxtsən, görəcəksən ki, xoşbəxtsən. Daxilində şirinlik olacaq ki, sən özünün ilahi təbiətinə qulaq asırsan, vacib olanı seçirsən, ona görə sənə şirinlik gəlir, rahatçılıq gəlir. Beləliklə, indi siz bunları eşitdiyiniz zaman titrəmələr var. İndi sən bu dəqiqə titrəmədəsən. Sən titriyirsən. Sən eşidirsən, həqiqəti eşidirsən. Qalan vaxtlarda isə müvəqqəti ölçülərdə yaşayırsan, təəssüf ki. Və bu titrəmə səndə zamansız olduğunun şuurunu yaradır. Halleluya! Sən zamansızsan,
Sən zaman kəsiyindən qıraqdasan. Sən artıq indi və bugünü yaşayırsan, düşünməyə başla. İndi yum gözünü, dua edəcəyik. Hallelujah. Ata, biz sənə təşəkkür edirik. Bu titrəmələrdə yaşadığımız üçün, sənin səsini eşidə bildiyimiz üçün sənə təşəkkür edirik, ata. Biz minnətdarıq ki, sən xeyirdalısan, biz də xeyirdalıyıq. Biz minnətdarıq sənə, ata, biz sənə minnətdarlıq edərək öz şəfamızı qəbul edirik. Maliyyə azadlığımızı qəbul edirik. Həqiqətən də taxta oturmağımızı qəbul edirik. Zamanlar arası, məkanlar arası yerdə yaşadığımız üçün biz sənə təşəkkür edirik. Biz sənə minnətdarıq. Biz minnətdarıq ki, sən özünü bizə yerləşdirərək bizi əbədiyyata yerləşdirmişsən, ata. Biz sənə minnətdarıq ki, sən özünü kiçildərək bizə yerləşdirdin, İsa Məsih. İsa deyir, mənə kiçilmək lazımdır ki, onu böyüdüm. O bizə yerləşərək, biz kiçik olanları böyük etdi və taxta oturtdu. İndi başla özünü taxta görməyə. İndi başla özünü görməyə ki, sən taxta oturmuşsan. İndi başla özünü görməyə ki, saysız hesabsız mələklər sənin ətrafında sənə səzdə edir. Çünki səni ata ucaltdı. Çünki səni ata yüksəltdi. Çünki səni o ölülər arasından dirildərək taxta oturtdu. Onun üçün də sən deyə bilərsən, mən hər şeyi yenidən yaradıram. Mən hər şey barəsində yenidən düşünürəm. Və nəyi düşünürəmsə, onları da yaradıram. Hallelujah. Hallelujah. Amin. 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 Hallelujah. Hallelujah.